kolposkopiya nədir? Uşaqlıq boynunun, seyihli qişasının gözlə görülməyən patologiyalarını daha dəqiq görməkdən ötürü istifadə etdiyimiz bir metoddur. Uşaqlıq boynunun mikroskopiyasıdır. Hansı ki biz bununla uşaqlıq boynuna, uşaqlıq yoluna baxırıq və orada olan hüceyrə səviyyəsində dəyişiklik varmı yoxmu onu aydın görə bilirik. Bu pasiyentimizin uşaqlıq boynuna baxırıq, təmizdir. Deməli burada xüsusi sınaqlar var ki, o sınaqla atipik sahə varmı yoxmu onu, bu nəticəmiz yaxşıdır. Yəni uşaqlıq boynu seyihli qişasında belə bir sıxıntılı sahələr izləmədik. İndi isə keçirik ikinci məhlula, baxacaq ondan sonra. Tamam. Əla. Hal-hazırda uşaqlıq boynunun kolposkopiyasını eləyirik. Əsnaflar konizasiyanı biz eləyirik uşaqlıq boynunda. Cin 1, cin 2 displaziya halı olanda kolposkopla baxırıq və burada iki sınaq var. O sınağı eləyirik ki, baxaq görür, seyihli qişada hər hansı bir narahatçılıq var, yoxsa yox. Konizasiya olunmuş pasiyentlər, anamnezdə uşaqlıq boynunda displaziya, cin 1 olan xanımlar müalicədən sonra, konizasiyadan sonra hökmən ildə bir dəfə kolposkop müayinəsini və pap yaxmalarını verməlidirlər. Bu yəni mütləqdir. Bu pasiyentimizdə seyihli qişanı düzgün izləyirik, yaxşıdır, normaldır. Bir patoloji sahə izləmirik, maşallah, çox gözəl, çox yaxşı baxıb özünə, uşaqlıq boynu çox qəşəng sağalıb.